Natiq Dağlaroğlu bu dəfə sevincli gün yaşayır. Bədii qiraətçi oğluna Laçında möhtəşəm toy məclisi təşkil edib. Mərasimdə sənət adamları, yaxın dostlar və qohumları bir araya gələrək gənc cütlüyü təbrik ediblər. Laçının füsunkar mənzərələri fonunda keçirilən toyda maraqlı anlar və yadda qalan görüntülər yaşanıb. Toydan ən diqqət çəkən kadrlar, qonaqların çıxışları və məclisdən özəl görüntüləri videomuzda. Kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Allah bizə ömür qismət eləsin. Qarabağımızın hər bir diyarında Allah bütün xalqımızı qorusun. Mən 2 gündə elə bilirəm, dünyaya yeni gəlmişəm. Cabir mən. Açıqlayım ki, Laçında mən ilk dəfədir toydayam. Ay sənə. Heç vaxt olmamışım. Çox gələsiniz. İnşallah. Natiqin adına layaq bir ev baxdı. Həqiqətən Məhəmməd özü elə öz mərhəməti ilə, qanacağı ilə hamımızın üzə Natiqə görə yox, özündə bir yer, dostumuz. Yəni deyirəm ki, mənim üçün çox böyük hadisədir burada toyda olmaq. Həqiqətən mən həmin biraz köyrələn kimiyəm. Çünki Laçın toy sevinci bir də Laçının Azərbaycanın elə bir şəhəridir ki, Laçın. Laçın deyəndə bizim gözümüzün qabağında bizim canlıdır ki, oğlanla, nə bilim, gözəl bir məkan, nə bilim, bu yenə də həqiqətən çox sevinirəm büyüm burada olmağa. Natiq, sən bu toyla elə bir hadisə elədin ki, şəxsən mənim yanımda. Çox böyük bir hadisə elədin. Çox sağ ol. Allah xoşbəxt eləsin. Deyirəm, Azərbaycanımın dilbər gülşəsi, elimin ocağı odudur Laçın. Dostlar, bağı bərəkəti, nazı, neyməti, sinəmin söhbəti, sözü Laçın.